Müminin əlamətlərindən biri budur ki, mömin Kərbəla ziyarəti üçün darıxar. Bu əlamətdir, əməli başda əlamət. Gedər, gələr, nə qədər saat yer, ürəyim istəyir, darıxıram, diyana bilmirəm. Görürsən, bir vaxt tapar, fürsət tapar, gedim ziyarət edin, bu əlamətdir. Çünki müminin qəlbi günah da eləsə, günahkar da olur da günahlarımız olur. Amma nura möhtacdır, nura meyillidir. Adam əsas odur ki, nura meyilliliyini itirməyən. Hətta günah adam istiğfar eləyər, bağışlanar, Allah tez bağışlayar, meyli itirməyəsən o nuraniyyətə və nurlu insanlara, nurani məkanlara. Nuraniyyət o qədər parlaqdır ki, onların evinə sirayət edir, onların məzarına, ziyarətgahına, hər yerə nur səpilir. Dünən dedim, alimin qapısına baxmaq deyil ibadətdir. Qapısında da, çünki orada nurani bir adam yaşayır. Qapısında da nur var.